Belə Bəs bu davam. xüsusi dadda kofe adlandırdığımız Bəli. şeyin o standartdan fərqi daddadırmı, qovurmasında mı? Biraz o hissəni aça bilərsiniz? Baxın, kofedə belə bir mövzu var da, bütün ölkələrdə, yəni hansı ölkələrdəki kofe yetişir? Kofe ümumiyyətlə ekvator xəttinə yaxın ərazilərdə yetişir. Yəni ekvator boyunca elə bizim çox adam soruşur loqonun mənası nədir? O ekvatorun birləşməsi deməkdir. Yəni ekvator xəttinin birləşməsi. Sual verəcəkdim qabaqda. Bütün kofe yetişən ölkələrdə, nə üzü cənubi, şimali, bu Orta Mərkəzi Amerikadan tutmuş, Afrika tərəf, sonra hətta Çində belə kofe yetişir, sonra Hindistanda kofe yetişir, belə deyim, Avstraliyada kofe yetişir, aşağı miqdarda amma yetişir. Hər bir ölkədə belə bir, yəni sadələşdirsək belə düşünün. Həyətinizdə bir alma yetişir. Bəzi almalar, yəni deyək ki, alma işi ilə məşğulsunuz. Bəzi şirkətlər, bəzi alıcılar var ki, o deyir ki, mənə maraqlı deyil, onun içində çürük var və s. Mənə kəmiyyət maraqlıdır. Nə qədər çox versən, mən götürürəm onu. Mən belə deyim, bu şəkildə istifadə edirəm. Bəzi eyni söhbət bağdan gedir də, eyni plantasiya. Həmin plantasiya biri isə deyir ki, mənə ancaq yetişmişləri lazımdır. Mənə belə deyim də xüsusi belə deyim yetişmir. Ümumiyyətlə specialty xüsusi keyfiyyətli kofe deyəndə birinci arabika nəzərdə saxlamalı. Ümumiyyətlə kofenin əsas belə 3 çeşidi var: arabika, robusta, liberica. Amma belə deyim də dünyada əsas belə bazarı olan arabika və robusta çeşididir. Amma specialty kofe artıq arabika üzərindən danışmaq lazımdır. Çünki robusta ilə arabikanın fərqi ondan ibarətdir ki, robusta daha belə tünd, kofeini yüksək və onun ümumiyyətlə o dəniz səviyyəsindən bir 700-800 metr hündürlükdə yetişir. Amma arabika yetişməsi üçün ən azı 1000, 1500, 2000 metr. Yəni o həmin ərazilər ümumiyyətlə çətin ərazilər. Yəni düz ərazi deyil. Dağlardır filan. Belə də ümumi Arabika olmasının ərəblərlə əlaqəsi var yoxsa? Var. Ümumiyyətlə kofenin təbii ki, kofenin ana vətəni Efiopiya və Yəmən ərazisi sayılır. Yəni kofenin yaranma hissəsi oradan başlayıb. Kofe ümumiyyətlə yaranması, yəni kofe 1000 ildir bizim həyatımızda var. Yəni 1000 ildən çoxdur bu məhsul həyatda var.